sarı şüşəni istifadə edirəm ona görə ki, tutqun hava insan belə deyək də əhvalına, psixologiyasına yaxşı təsir göstərmir, mənfi təsir göstərir, negativ yaradır. Yəni yağışlı havadır, küləkli havadır, tozlu havadır. Siz da başqaları kimi əlinizlə üzünüzü bağlayıb getməyəcəksiniz. Necə gedirdinizsə üzü küləyə elə də gedirsiniz. Heç bir toz, heç bir yağış, xırda qar dənələri və yaxud xırda dolu yağırsa o yüksək küləklə çox pis təsir edir. Yəni üzə dəyəndə artıq belə eynək varsa heç bir qorxusu yoxdur. Salamlayırıq qardaşlarımızı, dostlarımızı, bizim videolarımızı və kanalımızı həvəslə izləyən hər kəsi. Qardaşlarımız bizim. Bugünkü videomuzda eynək haqqında danışacağıq. Eynəklər müxtəlif cür olur. Gün şüalarından qoruyan eynəklər, hər hansısa bir iş görəndə xüsusi qoruyucu eynəklər, xizək sürmək üçün nəzərdə tutulan eynək. Mən misal üçün velosiped sürürdüm, velosiped üçün nəzərdə tutulan eynək vardı, istifadə edirdim. Yəni eynəklər müxtəlifdir, amma bu eynəyi konkret olaraq ehtiyat boğçası üçün, ehtiyat çantası üçün, yəni fövqəladə vəziyyətlərə qabaqcadan düşünülmüş şəkildə hazırlaşan insanlar kimi, yəni xüsusi bir boğça yığırsan, o boğçanın içində bu da öz yerini tutur və gündəlik olaraq bundan istifadə edirsən ki, adaptasiya olunasan. Yəni hər hansısa bir aksesuarlar var, hansısa ya ekiprovka var, ona adaptasiya olmaq üçün, yəni gündəlik istifadə eləmək üçün ki, buna siz örgəşəsiz. Qardaşlarımız bizim, mən konkret olaraq sarı şüşəni, əslində bu şüşə deyil, lens və yaxud linza deməmək üçün, öz dilimizdə demək üçün şüşə deyirəm buna. Sarı şüşəni istifadə edirəm ona görə ki, tutqun hava insan belə deyək də əhvalına, psixologiyasına yaxşı təsir göstərmir, mənfi təsir göstərir, negativ yaradır. Ona görə, həm buna görə sarı şüşədən istifadə edirəm, o daha işıqlı göstərir havanı. Həm qoruyuculuq kimi, misal üçün dumanlı havadır, yağışdır, üzü küləyə gedirsən, yağış, toz, torpaq, duman. Yəni bu sizin gözünüzə dəyməmək üçün, zərər verməmək üçün bir qoruyucu eynək kimi bunu istifadə edirəm. Bir neçə müddət, yəni bir 15-20 gün olar bunu sifariş eləmişəm. Belə bir bağlamada gəlir və bu bağlamanın içində də belə bir aksesuarlar, əlavələr, xırda lazımlı əşyalar var. Deməli, qardaşlarımız bizim. Belə bir məhlul var, sprey şəklində. Eynəyi maska ilə birlikdə giyinəndə maskanın altından isti hava çıxır, isti nəfəs çıxır, eynək içərdən tərləməyə başlayır. Və bu tərləməmək üçün bu məhlulu, sprey şəklində olan məhlulu eynəyin iç tərəfindən vururlar ki, eynək tərləməsin. Amma mən risk eləyib bundan istifadə eləmədim. Çünki mən daha maraqlı bir eynək sifariş eləmək istəyirəm özüm üçün. Belə fikirləşirəm ki, orada maska ilə qarışıq, yəni qaz maskası kimi, amma biraz belə mülki görünüşü olan qaz maskası ilə bir yerdə olan eynək. Bəlkə elə bir şey sifariş elədim, heç buna ehtiyac olmadı. Amma hələlik heç nə olmamaqdansa bu mütləq şəkildə olmalıdır. Deməli, buradan çıxanları mən göstərirəm. Bəzi şeyləri mən burada paketlərdən çıxartmışam ki, rahat olsun, götürmək rahat olsun. 2 saat lazım olanda 2 saat orada paketi açıb onun içindən çıxarma. Açdın, götürdün. Amma bu şüşələri ki, bunlar cızılma ehtimalı var, ona görə bunları saxlamışam. Deməli, belə bir boksdur, belə bir bağlamadır. Bunu qoyuruq kənara. Deməli, belə bir ip çıxır içindən, silikon başlıqlarla. Bu eynəyi asmaq üçündür. Yəni, eynəyi çıxardanda boynunuzdan asılı qalsın. Yəni, düşüb itməsin, düşməsin, cızılmasın. Yerə düşəndə cızıla bilər şüşələr. Əslində, burada şüşə deyil, polikarbonatdır. Plastiklə şüşənin qarışığı ola bilər. Sadəcə olaraq dediyim kimi lens və yaxud linza deməmək üçün mən buna şüşə deyirəm. Bu yerə düşəndə cızılma ehtimalı var. Ona görə belə bir ip var. Bunu saxlayır. Sonra belə bir parça var. Eynəyin şüşələrini silmək üçün. Sonra belə bir kəmər. Bu kəmər bunun üçündür ki, bu hissələr çıxır. Və bura siz əlavə edə bilərsiniz bunu. Kəmər. Daha sıx olur başa, daha rahat. Düşmək şansı yoxdur bunun artıq.
qaytaraq yerinə. Bunlardan sonra gəlir belə ağ şüşə. Hər hansısa bir iş görərkən, yəni sizə gün işığından qorunmaq lazım deyilsə və yaxud qaranlıqda daha işıqlı görmək üçün sizə sarı şüşə lazım deyilsə, konkret olaraq qoruyucu şüşədir, açıq şəffaf. Sonra çox güclü gün şüalarından qorumaq üçün belə bir şüşə var. Yüngülvari qara, açıq qara, yəni boz olan bir şüşə var və belə bir şüşə var, göy. Bunlar hamısı qalır burada. Yəni bu sarı şüşənin tam tutqun havada havanı işıqlı eləmək qabiliyyəti var, amma tam qaranlıqda bunu geyinməklə siz, yəni qaranlığı işıqlı eləmir. Sadəcə olaraq yüngülvari köməkli eləyir ki, yəni nisbətən, yəni qaranlıqdan biraz işıqlandırır. Amma tutqun havada tam olaraq bunun keyfiyyətini, bunun fərqini hiss eləmək olur. Yəni bir neçə gündür, 2 gün duman oldu, sonra 2 gün külək oldu, indi yağış oldu. Yəni bu ərəfələrdə istifadə eləmişəm. Çox yararlı bir şeydir, çox maraqlı bir şeydir, lazımlı bir şeydir. Amma dediyim kimi bu, yəni heç bir markası yoxdur bunun. Bu primitiv bir eynəkdir. Yəni bundan daha yaxşısını almaq lazımdır. Xüsusən də əgər siz ehtiyat çantası üçün nəzərdə tutmusunuzsa, orada tam keyfiyyətli şeylər almaq lazımdır. Keyfiyyətli aksesuarlar almaq lazımdır. Və yaxud orada alətlər varsa keyfiyyətli olmalıdır. Onlar nə gəldi alıb ora yığmaq olmaz. Bir şey ki sizə ən dar vəziyyətdə kömək üçün lazımdır. Siz ona etibar eləmək üçün o etibarlı, yəni möhkəm bir şey olmalıdır. Belə, bu da indi hələlik heç nə olmamaqdansa, hələ ki bu ilə bir təhər keçinirəm. Yəni yağışlı havadır, küləkli havadır, tozlu havadır. Siz da başqaları kimi əlinizlə üzünüzü bağlayıb getməyəcəksiniz. Necə gedirdinizsə üzü küləyə elə də gedirsiniz. Heç bir toz, heç bir yağış, xırda qar dənələri və yaxud xırda dolu yağırsa o yüksək küləklə çox pis təsir eləyir. Yəni üzə dəyəndə artıq belə eynək varsa heç bir qorxusu yoxdur. Bu tip eynəkdən bir dənə də məndə var idi. Mən onu artıq cızılmışdı. Test elədim. Kəlbətinlə, mıxla, bərk, yəni çəkiclə vururdum, əzirdim. Qayçı ilə kəsmək istəyirdim. Heç cür kəsilmir. Yəni yüksək sürətlə gələn xırda hissəciklər olsun, xırda daş olsun, toz olsun, yəni bunu sındıra bilmir. Sındıra bilmir bunu, yəni deşə bilmir, çat da düşmür. Cızıq düşə bilər, yəni qoruyuculuğu var bunun. Yəni bu şüşə deyil ki, sınsın. Yəni qoruyuculuğu var. Bugünlük bu qədər, artıq bəs qədər, yəni bu eynək haqqında, bu komplektasiya haqqında nə qədər çalışdımsa, bacardığım qədər informasiya verdim. Sizə də maraqlıdırsa və yaxud öz fikirləriniz varsa, yazın şərhlər bölməsində söhbət eləyək.